Söz için söz verir, Respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Ağalar Bayramlı. İbad bəylə mən 2013-cü ildən dostum. Əziz İbad qardaşım, sən vətən yolunda hər bir hərfi böyük yazılan kişi kimi sözləməlidir. Və ölkə başçımıza, Müzəffər Ali Baş Komandanımıza, ondan əvvəl isə Ümumi liderimiz Heydər Əliyev onu dəyərləndirdi. Sənin zəhmətin beca yerə getmədi, qardaş. Sənin ürəyinə mən yaxşı edədin, əziz qardaş. Sən hər bir böyük hərflə yazılan qəhrəmansan. Gözlərinin nuru var güləş adlı çıraqda. Zülməti yarıb çıxan ürəyi dan olansan. Becərirsən könlünü bahar nəğmələrindən, heç nədən qorxun yoxdur, papaq yan olansan. Kim boğulur boğulsun qoy kirin dəfasında, yürütmədi ruhunu əlil arabasında. Dünyaya görkəm verir sözün şah libasında, elə o bəy olansan, elə o xan olansan. Alına ləkə gəlməzsən sarıdan lələnin, yaşadın ağrısını min dərdin ələmin. Hər işə uçat bayrağını vətənin, vətənə şöhrət olan, tarixə şan olansan, şan olansan. Nəyim var qalsın sizə dedik, gözüm yoxdur damında. Min arı zəhməti var hər bir qətrə balında. İkizə söz yapmışam tərcümeyi halımda, söz kimi söz olana, can kimi can olana, can olana. Olsa da orada burada nəfəsini təngidən, haqqa doğru yürüyüşdə yoxdur onu dəngidən. Bilməmiş olmazsınız ruhdaki cəngidən, hər kəlməsi yurulsan, hər sözü qan olansan. Heç zaman endirmədin sözü zirvədən bizə. Heç zaman endirmədin söz edilmədən bizə. Səpildin çiçək isə, səpildin yola isə. Canım fədadır hər vaxt sənin vətənimizə. Vətənə şöhrət olan, Azərbaycan olansan, Azərbaycan olansan. İbad bəy, qardaş, mən də əl boş gəlməmişəm. Bax bu belədir. Mənəm, ağalaram, şehir deyirəm. İnanıram bu otelin də bu kitabı yaraşı olacaq. Bunu sənə təqdim edirəm, öpürəm, bağrıma basıram. Xeyirli olsun. Çək. Yok, binanın qarağında. Təbriklər. Sağ ol.